Salam, əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlərlə 12 oktyabr 2025-ci il tarixində Güvənin 11-ci sinifin keçirdiyi blok sınaq imtahanından fizika suallarının izahına baxacağıq. Kanala hələ də abunə deyilsinizsə, bəyənib abunə olmağı unutmayın. İlk öncə biz bilirik ki, riyaziyyatda və həmçinin texniki fənlərdə, fizika, kimya, ümumiyyətlə məsələni həll edən zaman ilk öncə verilənləri qeyd etmək lazımdır. Başlanğıc sürət V0 bərabərdir 30 metr bölünsün saniyə. 6-cı saniyənin sonunda T bərabərdir 6 saniyə. Daha sonra son sürətimiz olub 12 metr bölünsün saniyə olan bu avtomobilin təcilini, yəni A-nı hesablayın və təcilinin bizdən modul tələb olunmuş olur. O halda gəlin ilk öncə təcilin reaksiyasını tapaq, daha sonra isə modula təyin etmiş olaraq. Cismin son sürəti 12 minus başlanğıc sürətimiz 30 bölünsün zaman 6 bu eləyəcəkdir -3 və bizə də modulun dediyinə görə A-nın modulu bərabər olmuş olacaqdır 3 metr bölünsün saniyənin kvadratına, yəni B variantı. Davam edirəm 32 nömrəli sualımıza. Yenə ilk öncə verilənlərlə başlayacağım. Belə ki, mənə sürəti verib V bərabərdir 5 metr bölünsün saniyə. Bu cisim K nöqtəsini keçən anda T bərabər olmuş olacaqdır 8 saniyə və diqqət eləsək x0 başlanğıc koordinatı K olan -10'dur və bizdən xm, yəni son koordinatını soruşmuş olur. Bu zaman sürətin Vx bərabərdir Sx bölünsün T ifadəsini bilirik. Bu halda Vx bərabərdir son koordinat, yəni xm çıxılsın başlanğıc koordinat x K bölünsün T yazacağım. Bu halda xm minus -10 bərabərdir. Vx vurulsun T'dən 5 vurulsun 8. Bu zaman xm plus 10 bərabər olmuş olacaqdır 40'a. Buradan da xm'i təyin eləsəm bərabər olmuş olacaqdır 30 metrə, yəni C variantı doğru olmuş olacaqdır. Davam edirəm. Növbəti 33 nömrəli sualımızdan ilk 10 saniyə ərzində cismin getdiyi yol tələb olunmuş olur. Belə ki, yol trayektoriyanın uzunluğudur və yolda heç bir zaman mənfi nəzərə alınmır. Bu zaman biz belə deyə bilərik ki, cisim 5-dən 8-ə gələndə 3 metr, daha sonra 8-dən 0-a gəlib 8 metr plus 0-dan 3-ə gəlib 3 metr. Bunu da cəmləsək bizə 14 metr gedilən yolu vermiş olacaqdır. Davam edirəm növbəti 34 nömrəli sualımızla. İlk öncə şərtimizə diqqət yetiririk. Suya nəzərən sürəti 1 metr bölünsün saniyə olan idmançı çayın bir sahilindəki A nöqtəsindən AB istiqamətində çayın digər sahilinə doğru üzməyə başlayır. Çayın axın sürəti əgər 0,8 metr bölünsün saniyə olduğundan idmançı 50 saniyə ərzində çayın digər sahilindəki C nöqtəsinə çatmış olur və idmançı bərabər sürətlə hərəkət edirsə, çayın enini, yəni AC məsafəsini hesablamış olaq. İlk öncə bu cisim düz xətli bərabər sürətlə hərəkət edilirsə, gedilən yolu tapmaq üçün V vurulsun T'dən, yəni bizə zaman 50'dir, sürətimiz isə 1'dir. 50 vurulsun 1'dən bərabər olmuş olacaqdır 50 metrə. Bu bizim nədir? BC hissəmizdir. Daha sonra isə burada diqqət eləsək, baxın, bu bizim sürətimizi 1 veribdir, düzdürmü? Bu zaman bunun 2 dənə proyeksiyası var. Bir bu hissə, biri də ki bu hissə. Bu hissə həmişə bucaq olan hissədir. Bura kosinus olmuş olacaqdır. Bura yazıram Vx, bura yazıram V20. Bizim sürətin x üzrə olan proyeksiyasının qiyməti 0,8, y üzrə olan isə 0,6'dır. Və çayın enini tapmaq üçün biz düstur olaraq öyrənmişik ki, çayın enini D hərfini işarə eləmiş oluruq. O zaman sürətin şaquli proyeksiyası vurulsun zaman. O da 0,6 vurulsun 50. Bu da bərabər olmuş olacaqdır 30 metrə, yəni C variantı. Maraqlı suallardan biridir. Davam edirəm növbəti 35 nömrəli sualımızla. İlk öncə tamamilə lövhəmizi təmizləyim.
Bizə yol zaman tənliyi verilibdir və bizə deyir ki, orta sürət təyin edin. Biz bilirik ki, orta sürət ümumi gedilən yolun ümumi ona sərf olunan zamana nisbətidir. Burada ilk öncə S-də T-nin yerinə 10 qoysam, 10 vurulsun 4, plus 2 vurulsun 4-ün kvadratı 16. Bu da bərabər olmuş olacaqdır. 40 plus 32-dən eləyəcəkdir 72 metr. Gətirib yuxarıdakı düsturda nəzər alsaq, o zaman belə yaza bilərik. 72 bölünsün sərf olunan zaman 4, bu da bərabər olmuş olacaqdır. 18 metr bölünsün saniyə, bu da hardadır? D variantında. Davam edirəm 36 nömrəli sualımızdan. Sürət vektorlarının istiqamətləri təsvir olunmuş iki cisim deməli, oxu boyunca, x oxu boyunca hərəkət edir. Əgər birinci cisim düz xətlə bərabər yeyinləşən hərəkət icra edir. Baxın nəyə şəklə. Bu nədir? X oxu istiqamətində deməli, sürətin proyeksiyası sıfırdan böyükdür. O zaman bərabər yeyinləşən hərəkət deyir, AX da sıfırdan böyükdür. Amma ikinci cisim isə deyir, bərabər yavaşan hərəkət icra edir. Diqqət eləsək, bunun sürəti x oxunun əksinədir. Yəni mənfidir. O zaman bərabər yavaşayan hərəkət əks olduqlarına görə təcil mütləq şəkildə sıfırdan böyük olmuş olacaqdır. Deməli, hər ikisinin təcilinin proyeksiyası mütləq şəkildə sıfırdan böyükdür, yəni müsbət qiymət almış olacaqdır. 37 nömrəli sualda x ox istiqamətində düz xətlə bərabər sürətli hərəkət edən cismin koordinat zamandan asılılıq qrafiki hansıdır? Bilir ki, x-in t-dən asılılıq qrafiki verildikdə biz həmin hissəni koordinat başlanğıcına sürükləyərək təyin edə bilərik. Ümumiyyətlə, A-la B halında cisim hərəkət eləmir. C halında isə gətirib bunu koordinat başlanğıcına sürüşdürsək. Baxın, x oxun əksi olacaq. Bunu koordinat başlanğıcına sürüşdürün. X ox istiqamətində, bu da y-nin x oxun əksi. Bizdən nə tələb olunmuşdur? X ox istiqamətində, bu da y variantına aid olmuş olacaqdır. Davam edirəm növbəti 38 nömrəli sualımızdan. 38 nömrəli sualımız çevrəyə aid olan suallardan biridir. Belə ki, xətti sürətin düsturu V bərabərdir 2 pi r n bölünsün kiçik t-dir və bizdən burada dövrlərin sayı n tələb olunmuş olur. N bərabər olmuş olacaqdır. V vurulsun t bölünsün 2 pi r. Burada diqqət yetirsək A variantındadır. 39 nömrəli sualda verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin K nöqtəsindən keçən anda sürət və təcil vektorları. Diqqət eləsək, hərəkət saat əqrəbinin əks istiqamətindədir. Sürət mütləq şəkildə çevrəyə toxunan istiqamətdə yönəlmişdir. Təcil isə mərkəzə doğru yönəlmiş olacaqdır. Burada diqqət yetirsək, doğru cavabımız C variantındadır. Nömrəli sualımızda bizə hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? Bu zaman mərkəzi qatma təcilinin xətti sürət və bucaq sürətinə əlaqədə olan düsturu omega V-dir. Əgər biz burada V-ni təyin edirsək, V bərabər olmuş olacaqdır. A bölünsün omega. Belə ki, V-nin ən kiçik qiymət alması üçün A-nın ən kiçiyi, omeganın isə ən böyük olmalıdır. A-nın ən kiçiyi bu hissələrdir. Omeganın ən böyüyü isə bu nöqtədir. Hər ikisinin kəsişdiyi nöqtə bir nöqtəsi olmuş olacaq. İstəsəniz uşaqlar, burada bucaqla da getmək olar. Bucağımız kotangen sayfa alınmış olacaqdır. Kotangen sayfada isə ən kiçik bucaq ən böyük qiymət deməkdir və yaxud ən böyük bucaq ən kiçik qiymətə uyğun gəlmiş olacaqdır. 41 nömrəli sualımızda maddi nöqtənin dövr etmə periodunu 2 dəfə artırdıqda mərkəzi qatma təcili necə dəyişmiş olacaqdır? Mərkəzi qatma təcili 4 pi kvadratı r bölünsün t kvadratıdır. Radiusun sabit qiymətində əgər bu periodumuz 2 dəfə artırsa, o zaman mərkəzi qatma təcilimiz 4 dəfə azalmış olacaqdır. 42 nömrəli sualımızda saatın saniyə əqrəbin uz nöqtəsinin mərkəzi qatma təcilinin onun uzunluğundan asılıdır. Saatın saniyə əqrəbi t bərabər olmuş olacaqdır nəyə? Saatın saniyə ən tez gedən əqrəbimiz 1 dəqiqə. Bu sabit bir kəmiyyətdir. Bu zaman A bərabərdir 4 pi kvadratı r bölünsün t kvadratından deyə bilərik ki, burada cisim çevrəni dönəndə həmin o qətiyyətli uzunluq elə radiusa bərabərdir. Onda A r-lə xətti olaraq düz mütənasib asılı olmuş olacaqdır. Nə zaman? T-nin sabit qiymətində. 43 nömrəli sualımızda radius vektorunun dönmə bucağı
pi radian qiymətində maddi nöqtənin yer dəyişməsinin modulunu hesablayın. Belə ki, pi nədir? 2 piyə bərabərdir. Yəni, çevrəni tam olaraq dönməz. Əgər bu piyə bərabərdirsə, deməli nədir? 180 dərəcədir. Və 180 dərəcədə 360-ın yarısıdır. Yəni, 2də 1 hissəsidir. 2də 1 hissəsində də yer dəyişməmiz 2 yerə bərabər olmuş olacaqdır. Bu da haradadır? D variantında. Davam edirəm 44 nömrəli sualımızdan. Bucaq sürətini hesablayın. Omega bərabərdir. Delta fi bölünsün. Delta t düsturuna əsaslanaraq 15 minus 3 bölünsün zamanımız 3. Bu da bərabər olmuş olacaqdır. 4 radian bölünsün saniyə. Yəni, S ifadəsinə uyğun gəlmiş olacaqdır. Davam edirəm növbəti 45 nömrəli sualımızla. F qüvvə vektorunun modulunu hesablayın. Burada diqqət eləsək, F kosinus alfanın bizə qiymətini 24 olaraq verildi. Bu zaman kosinusun dəyəri nədir? 0,6. F vurulsun 0,6 bərabərdir 24-ə. Buradan da F bərabər olmuş olacaqdır 40 newtona, yəni Y variantına. Davam edirəm 46 nömrəli sualımızla. Hələ ki, düşünürəm ki, bizlərə lövhə lazım deyil. O zaman bu hissələrin üzərində qeyd edəcəm. Deməli, Newton vurulsun saniyənin kvadratı bölünsün metr. Bu da bərabər olmuş olacaqdır. Newton yerinə yazıram. Kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı vurulsun saniyə kvadratı bölünsün metrə. Bu zaman saniyə kvadratlar gedir, metrlə metr gedəndə bizə qalmış olacaqdır kiloqram. Bu da bizə kütləni, yəni B variantını vermiş olacaqdır. Davam edirəm 47 nömrəli sualımızdan. Diqqət yetirsək, F4 ilə F3 bir-birlərinə əks olduqlarına görə çıxılacaq. Burada qalacaqdır 5 newton. Daha sonra isə F2 və F1 aralarındakı bucaq 90 dərəcə olduğuna görə mən Pifaqor teoreminə müraciət edəcəm. Yəni 16-nın kvadratı plus 12-nin kvadratı. Bu da eləyəcəkdir 400, 400-dən də 20 çıxacaqdır. Bu zaman F2 ilə F1-in də əvəzləyicisi bu istiqamətdə 20 newton və 5 ilə 20 hər ikisi eyni istiqamətdə olduqlarına görə toplanıb 25 newton qiymətini almış olacaqdır. Davam edirəm 48 nömrəli sualımızdan. İlk öncə bizə verilən kütlələri əsas vahid olan kiloqrama çevirmək lazımdır. 200 qramımız 0,2 kiloqram. Daha sonra M2 bərabərdir 0,8 kiloqram və bizə nə deyir? Qarşılıqlı təsir zamanı birinci cismin aldığı təcil ikinci cismin aldığı təcildən 1,2 metr bölünsün saniyə kvadratı çox olarsa birinci cismin təcilini müəyyən edir. Bu zaman A1 bərabərdir A2 plus 1,2. Biz bilirik ki, qarşılıqlı təsir qüvvələri F-lər bir-birlərinə bərabər olanda M-lərlə A-lar bir-birlərinə tərs mütənasibətlidir. Bu zaman M1 bölünsün M2, bu da bərabərdir A2 bölünsün A1-ə. Bu halda M1-i yerinə yazıram 0,2 bölünsün 0,8, bu da bərabər olmuş olacaqdır. A2 bölünsün, A1-in yerinə A2 plus 1,2 yazacağım. Bu halda buna ixtisar gedəndə 4A2 bərabərdir A2 plus 1,2-yə. Bu zaman 3A2 bərabərdir 1,2-yə. Buradan da A2-nin qiyməti bərabər olmuş olacaqdır 0,4 və bizdən nə istəyirdi? A1-i. O zaman gətirəm bu ifadədə yerinə qoyam. Yazıram bərabərdir 0,4 plus 1,2. Bu da bərabər olmuş olacaqdır 1,6-ya. Bu da hansı variantdadır? D variantında. Davam edirəm növbəti 49 nömrəli sualımızla. Cihazın xətası. Cihazın xətasından əvvəl biz bir bölgünün qiymətini təyin eləməliyik. Bu zaman iki ən yaxın nöqtəni götürürük. Böyükdən kiçik çıxıb aralarındakı çizgilərin sayına bölürük. 60 çıxılsın 50, aradakı çizgi sayı 2. Bu da bərabər olmuş olacaqdır 5-ə. Cihazın xətası deyəndə mütləq xətanı nəzərdə tutmuş olur. Mütləq xətada bir bölgünün qiymətinin yarısı deməkdir. Bu da bərabər olmuş olacaqdır 2,5-ə. Qüvvənin qiyməti də hal-hazırda nəyin üzərindədir? Onu göstərmiş olacaqdır. Yəni 60 newton.
Davam edirəm 50 nömrəli sualımızdan. Bizə verilənlər həcm V bərabərdir 4 kub metr. Daha sonra bizə sıxlığımız R'nun qiyməti 0,8 qram bölünsün kub santimetrdir. Gəlin belə deyək. Bizim 1 kiloqramımız nə qədərdir? 1000 qram. Bu zaman 1 qramımız bərabərdir 10 üstü mənfi 3 kiloqram. Bu zaman yuxarı yazıram 10 üstü mənfi 3 kiloqram və 1 nəyə keçirməlidir? Santimetrdən metrə mütləq şəkildə gəlməli. Santi 10 üstü mənfi 2 deməkdir. O zaman kuba da yüksəldəndə 1 santimetr kubu bərabər olmuş olacaqdır 10 üstü mənfi 6 metr kubuna. Gətirib yerinə qoyuram. Bilirik ki, kütləni tapan zaman R'nu vurmalıyam V-yə. Bu da bərabərdir. 0,8 vurulsun 10 üstü mənfi 3 bölünsün 10 üstü mənfi 6 vurulsun 4. Bu da bərabər olmuş olacaqdır 3200 kilogramı. Çevirmələri mütləq şəkildə qeyd edirsiniz. Çünki cavablar ola bilər ki, sizə 3,2 də versin, 320 də versin. Daha böyük bir qiymət versin. Ona görə oxşar cavablar çox ola bilər. Çalışın ki, mütləq şəkildə əsas variantlara gətirərəkdən həll edə biləsiniz. Davam edirəm növbəti 51 nömrəli sualımızla. Bizə cismin sürətin proyeksiyasının zamandan asılı qrafiki verilibdir və deyir, əvəzləyici qüvvənin zamandan asılı qrafikini çəkin. Birinci hissəyə 0-dan T1 hissəsinə baxsaq, sürət artır, bərabər yeniləşən hərəkətdir və x istiqamətindədir. Burada təcilli qüvvədir, sabitdir və müsbətdir. İkinci hissədə isə T1, T2 hissəsində isə sürət dəyişmir deyə burada ümumiyyətlə təcil yoxdur. Bu da B variantına uyğun gəlmiş olacaqdır. Davam edirəm 52 yol və yer dəyişmək üçün Eyler Venn diaqramına uyğun bəndlərimizi müəyyən edin. Bilək ki, yol skalyar kəmiyyətdir. BC-də əsas vaxtdır hər ikisi. Trayektoriyanın uzunluğudur. Gedilən yol qapalı trayektoriya üzrə hərəkəti sıfıra bərabərdir. 4. Bu deməkdir ki, cismin başlanğıc və sonu üst-üstə düşdüyünə görə yer dəyişmə sıfıra bərabər olmuş olacaqdır. Bu da diqqət yetirək görə hansı variantdadır? D variantında. Davam edirəm növbəti 53 nömrəli sualımızla. Açar sözləri müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Ədədi qiymətcə vahid zamanda sürət dəyişməsinə bərabər olan fiziki kəmiyyətimiz təcil adlanmış olur. Bir cismin digər cismə təsirini xarakter edilən fiziki kəmiyyət qüvvə adlanmış olur. Daha sonra düz xətli, bərabər sürətli, əvəzləyici qüvvə, qüvvə varsa o zaman bərabər təcillidir. Bura 1, düz xətli bərabər sürətli hərəkətdə cismə təsir edən qüvvənin əvəzləyicisi sıfıra bərabər olmuş olacaq. Ardıcıllığımız 2, 3, 1, 4. Davam edirəm 54 nömrəli sualımızla. Düz xətlə bərabər yeniləşən hərəkətlə cismin ilk 5 saniyə ərzində 25 metr yol gedir. 5-ci saniyənin sonunda sürəti əgər 8 metr bölünsün saniyə olarsa, bu cismin başlanğıc sürətinin modulunu hesablamaq tələb olunmuş olur. Bilək ki, S bərabərdir V0 plus V bölünsün 2 vurulsun T ifadəsindən istifadə edəcəm. S-in qiyməti 25 bərabərdir V0 plus 8 bölünsün 2 vurulsun zamanımız da 5. Buradan V0 bərabər olmuş olacaqdır 10 minus 8, o da bizə 2 metr bölünsün saniyəni vermiş olacaqdır. Belə ki, 25 ilə 5-i burada ixtisar apardım 5, 5-i 2-yə vurdum 10, yəni V0 plus 8 bərabərdir 10-a, V0-ı təyin edəndə 10-dan 8-i çıxanda bizə 2 metr bölünsün saniyə qalmış olacaqdır. Davam edirəm 55 nömrəli sualımızdan. Deyir ki, xətti sürət 1,8 desimetr bölünsün saniyə olarsa, diskin dövr etmə periyodunu saniyə ilə hesablayın. Radius nədir? Çevrənin bir nöqtəsi ilə mərkəzini birləşdirən hissə. Bu neçə bölgüdür? 3 bölgüdür. O zaman xətti sürətimiz V bərabərdir 2 pi r bölünsün T düstur olduğuna görə, buradan T-ni tapsam, T bərabər olmuş olacaqdır 2 pi r bölünsün V-yə. Bu da bərabərdir 2 vurulsun 3, radiusumuzun qiyməti 3 bölgüdür, bölünsün xətti sürətimiz isə 1,8. Bu da bərabər olmuş olacaqdır 10 saniyə.
Sonra davam edirəm növbəti 56 nömrəli sualımızdan və burada diqqətinizə çatdırım ki, 4-cü qrup üçün olan situasiya sualları da var. Ona görə həmin hissələrdə baxılacaqdır. Davam edirəm 56 nömrəli sualımızdan. Qrafikamıza diqqət yetirsək, bu bərabər yavaşlayan hərəkətə aiddir. Ona görə birinci sürət ikincidən mütləq şəkildə böyük olmuş olacaqdır və bərabər yeniləşən hərəkətdə bərabər təcili hərəkətin bir növ olduğuna görə bütün nöqtələrdə təcillər bir-birlərinə bərabərdir. Gəlirim 57-yə. Burada BC və CD hissələrində bərabər sürətlə hərəkət etmiş olur. Baxın, düz xətti bərabər sürətlə demir ha. Bərabər sürətlə hərəkət etmiş. Ola bilər ki, əyri xətli olsun. Məsələn, BC hissəsi əyri xətlidir. Amma CD hissəsi düz xətli bərabər sürətlə hərəkətdir. Bu zaman təcil vektoru sürət vektoru istiqamətində yönəlir. Nə zaman? Bərabər yeniləşən hərəkətdə. Deməli, A aid olmuş olacaqdır birinci. BC hissəsində isə diqqətli olun. Əyri xətli bərabər sürətli, düz xətli bərabər sürətli deyil. O zaman təcil vektoru sürət vektoruna perpendikulyardır, bərabər çevrəyə aiddir. CD hissəsində isə cisim düz xətli bərabər sürətlə hərəkət edildiyinə görə təcil sıfıra bərabərdir və sürətimiz konstant olmalıdır. Burada yalnız təcil sıfıra olduğu, yəni D variantı qeyd olunmuş olacaqdır. Davam edirəm növbəti 58 nömrəli sualımızdan. Deməli, hücum müstəvidə qoyulmuş M1 və M2 M1 buradadır. M1 və M2 kütlə iki cisim iplə bir-birlərinə bağlanıbdır. Deməli, bunun kütləsi 3M-dir, bunun kütləsi isə 2M-dir. Deyir ki, M1 cismi F qüvvəsi ilə dartılır və cisimlər sabit A təcili hərəkət etmiş olur. Bir müddət sonra cisimləri bağlayan ip qırılarsa, ip qırıldıqdan sonra hər bir cisim necə hərəkət etdiyini yazın və sürtünmə qüvvəsi nəzərə alınmır. O zaman gəlin belirləyək. Birinci halda A1 bərabərdir. F özü ilə neyinir? Həm M1-i, həm də M2-ni aparır. Bunlar cəmliyində olur 5. Artıq if qırılanda A2 təkcə neyinəcək? Özü ilə 2M aparmış olacaqdır. Baxın, kütlə azaldı. Kütlə azaldısa, təcil mütləq şəkildə neynəməlidir? Artmalıdır. T gərilmə qüvvəsinə gəldikdə isə, T gərilmə qüvvəsi, bax, ipin bu hissəsinə yaranan bir gərilmə qüvvəsi idi. Bu zaman T gərilmə qüvvəsi bərabərdir 3M vurulsun A-ya. Və bizə deyir ki, ip qıranda nə baş verər? Bu zaman təcilimiz artar, amma T gərilmə qüvvəsi hesabına bərabər sürətlə hərəkət icra eləmiş olar. Davam edirəm növbəti 59 nömrəli sualımızla. Kütləsi 2 ton olan minik avtomobili sükunət vəziyyətindən deyirsə, deməli başlanğıc sürətimiz və sıfırımız sıfıra bərabərdir. Bizə kütlənin qiymətini verib 2 ton, 2 vurulsun 10 üstü 3 kiloqram. İlk 20 saniyə ərzində avtomobil 300 metr yol getmiş olarsa, ona təsir edən əvəzləyici qüvvəni hesablayın. Biz S bərabərdir AT kvadratı bölünsün 2 ifadəsindən A-nı tapsaq 2S bölünsün T kvadratı olmuş olacaqdır. Bu zaman qüvvə F bərabər M vurulsun A-dan, yəni M-in qiyməti 2 vurulsun 10 üstü 3 vurulsun A-nın isə yerini yazıram. 2 vurulsun 300 bölünsün T kvadratda burada. Bölünsün T-nin qiyməti də 20, 20-nin də kvadratı eləyəcəkdir 400. Bu da bərabər olmuş olacaqdır 3000 newtona. Davam edirəm 60 nömrəli sualımızdan və biz bilirik ki, kilometr bölünsün saat BC-də vaidlə verilməyib. Ona görə bunu mütləq şəkildə BC-də vaidlə keçirmək lazımdır. O zaman 18-də 5-ə vurmamız kifayətdir. Bu da bərabər olmuş olacaqdır 30 metr bölünsün saniyə. Deyir ki, cisim X oxun nəqsi istiqamətində düz xəttli bərabər təcillə hərəkət etmiş olur. Bu cisimin təcilinin proyeksiyası AX bərabərdir 5 metr bölünsün saniyə kvadratı olarsa, ilk 10 saniyə ərzində sürətin nurunun zamanla asılıq qrafikini çəkin və qrafik asılıqda 10-cu saniyənin sonuna uyğun sürətin qiymətini yazın. Və bizə deyir ki, qrafik asılıqda sürətin qiyməti metr bölünsün saniyə, zamanı isə saniyə ilə ifadə etmiş olur. O zaman gəlin burada ilk öncə nəyə diqqət yetirək? Bu cisimin başlanğıc sürəti olub 30. Son sürəti hesablasaq belə yaza bilərik. Vx bərabərdir
Amma diqqətimiz nədir? X oxun əksi istiqamətində. Deməli, başlanğıc sürətimiz -30. -30 üstə gəlinsin. Təcilimiz 5, vurulsun zamanımız t. Buradan sürəti mən 0 götürüb, zamanı təyin etsəm, 5t bərabərdir 30-a. T də bərabər olmuş olacaq 6. Deməli, bu cisim 6 saniyə ərzində sürəti düşüb 0. Əlavə olaraq bizim nə lazımdır bizə? 4 saniyə. O zaman asılı qrafikini çəksəm, belə təsəvvür edə bilərəm ki, və bizə modul dediyinə görə diqqət yetirin. Mən aşağıya köçürtmürəm onu. O zaman yazıram V-nin T-dən asılı qrafikində başlanğıc sürət 30, yavaş-yavaş hərəkət eləyib 6 saniyə müddətində. Sonraki hissəni də təyin eləmək üçün yazıram. Vx bərabərdir -30 plus 5 vurulsun zamanımız 10. Bu da bərabər olmuş olacaqdır müsbət 20. O zaman növbəti 4 saniyə ərzində bu cismin sürəti olubdur nə? 20. Elə bizdən həmin bu cavab tələb olunmuş olacaqdır. Davam eləyək, artıq birinci qrup üçün olan suallara baxdıq. Gəlirik dördüncü qrup üçün olan situasiya suallarımıza. Yenə ilk öncə biz verilən hissəni anlayıb, daha sonra isə testlər üzərində başlayırıq keçidə. Kütləsi 2 ton olan minik avtomobili sükunət vəziyyətindən sabit əvəzləyici qüvvənin təsiri altında düz xətlə hərəkətə başlayır. İlk 20 saniyə ərzində avtomobil 300 metr yol gedir. 20-ci saniyənin sonunda avtomobilə təsir edən qüvvənin əvəzləyicisi 0-a bərabər olarsa, bu vəziyyətdə avtomobil daha 30 saniyə düz xətlə hərəkət etmiş olur. Bu zaman nə var əlimdə? Kütləm var. Yazıram, M bərabərdir 2000 kiloqram. Tondan verib kiloqramı çevirdim. T bərabər olmuş olacaqdır 20 saniyə. Başlanğıc sürət sükunət vəziyyətinin olduğuna görə 0, yəni sükunət vəziyyətindən başladığına görə. Sonra S bərabər olmuş olacaqdır 300 metr. Və cisim birinci hissədə, yəni ilk 20 saniyə ərzində bərabər yeniləşən, daha sonra isə növbəti deyir 30 saniyə müddətində isə düz xətlə bərabər sürətlə hərəkət edilib. O zaman bura 50 yazıram ki, 50-dən 20 çıxanda həmin bu hissə, yəni düz xətlə bərabər sürətlə hərəkət etdiksə 30 saniyə bərabər olmuş olsun. Baxıram 88-ə. İlk 50 saniyə ərzində avtomobilin necə hərəkət etdiyini yazın. Yazırsınız ki, 20 saniyə ərzində bərabər yeniləşən, növbəti 30 saniyə ərzində isə bərabər sürətlə hərəkət etmiş olur. Sonra gəlirəm 89-a, qrafikdə orada 85 olar. İlk 20 saniyə ərzində avtomobilə təsir edən əvəzləyici qüvvəni hesablayın. Belə ki, əvəzləyici qüvvəmiz F bərabərdir, M vurulsun A-dır. Təcili tapmaq üçün A bərabərdir, 2S bölünsün T kvadratından istifadə edəcəm. Bu zaman əlimizdə olanlar nədir? 2 vurulsun, qət etdiyi məsafə 300 bölünsün. T'nin qiyməti 20, 20-ni də kvadrat edəcəkdir 400. Bu zaman F bərabərdir MA ifadəsini yerinə qoysam, kütlənin qiyməti 2000 vurulsun 2 A-nın yerinə, vurulsun 300 bölünsün 20 vurulsun 20-yə. Bu da bərabər olmuş olacaqdır 3000 Newton. Sonra gəlirəm sonuncu 90 nömrəli sualımıza. İlk 50 saniyə ərzində avtomobilin sürətinin modulunu zamandan asılı qrafikini çəkin və qrafiki asılıqda 20 saniyənin sonunda uyğun sürətin qiymətini yazın. Yaxlar biz sizlərlə bunun asılıq qrafikini çəkdik və burada cismin təcilinin qiymətini biz yaxları 1,5 təyin eləmişdik və burada cismin V bərabərdir A vurulsun T ifadəsindən istifadə eləsək, bu da bərabər olmuş olacaqdır. 1,5 vurulsun 20, bu da bərabər olmuş olacaqdır 30 metr bölünsün saniyə və qrafik asılığımızı da yuxarı hissədə çəkmişdik. Növbəti video izahlarda görüşmək üzrə.